Tələbələr, bu gün sizlə baxırıq Excel 2019 testlərinin izahına. Deməli, birinci sualda deyir ki, aşağıdakılardan hansı cədvəl redaktorudur? Cədvəl redaktorlarından biz bilirik ki, Lotus 123, SuperCalc var, Quadro Pro, Excel. Yəni bunlar hamısı cədvəl redaktorlarıdır. Onun üçün düzgün cavab olacaq burada D variantı. Misal üçün A variantında Microsoft Access deyir. Bilirik ki, tətbiqi proqramdır, verilənlər bazasına aid olan proqramdır. PowerPoint təqdimat proqramıdır, Word mətn prosessorudur, Excel cədvəl, Paint isə qrafik redaktordur. İkinci sualda deyir ki, Excel-də yaradılmış sənəd necə adlanır? Excel-də yaradılmış sənəd kitab və yaxud da book faylı adlanır. Üçüncü sual. Aşağıdakılardan hansı cədvəl prosessorunun ad genişlənməsidir? BMP Paint-in genişlənməsidir, TXT mətn fayllarıdır, Doge da Word-ün genişlənməsidir, JPEG isə şəkil faylıdır. XLS və yaxud da XLS-X cədvəl prosessorunun ad genişlənməsidir. Nəticədə cavab olacaq C variantı. Dördüncü sualda deyir ki, Excel-də işçi vərəqlərin maksimum sayı neçə ola bilər? Burada hər hansısa bir limit yoxdur. Mən buradan daxil olsam Excel-ə, baxın, buradan istədiyim sayda vərəq əlavə edə bilərəm. Yəni, bunun hər hansısa formada bir limiti yoxdur. Onun üçün düzgün cavab olacaq burada A variantı. Beşinci sualda deyir ki, cədvəlin ən struktur elementi necə adlanır? Cədvəlin ən struktur elementi demişik ki, xana adlanır. Altıncı sual. Xanada düstur yazmaq üçün hansı simvoldan istifadə edilir? Düstur yazmaq üçün mütləq qarşıda bərabərdir işarəsi olmalıdır. Bərabərdir işarəsi olmayan düsturlar, doğru düsturlar hesab edilmir. 7-ci sual. Excel proqramına daxil olmaq üçün hansı yol doğru verilmişdir? Start Run Microsoft Excel. Bu, belə deyək, Run-dan Microsoft Excel yazmaqla daxil ola bilmərəm. Bu, köhnə əməliyyat sistemləri üçün ödənirdi. Start menyusu, Accessories-də standart proqramlar yerləşir. Onun üçün də bunu düzgün cavab olaraq götürməyəcəm. Çünki Excel standart proqram deyil. Burada da Accessories olduğu üçün bunu da çıxacaq. D variantında Start All Programs Microsoft Office paketindən MS Excel-i seçməklə əslində daxil ola bilərəm. Sadəcə bu Windows 10 üçün keçərli idi. Hal-hazırda Windows 11 üçün isə Start menyusundan All Apps hissəsindən Microsoft Excel seçməklə daxil ola bilərəm. Yəni Windows 11 üçün düzgün cavab olacaq Y variantı. 8-ci sualda deyir ki, aşağıdakılardan hansılar elektron cədvəl redaktorudur? Baxıram ki, burada Focus Pro-dur. Bunu çıxacam, çünki verilənlər bazasına aid olan proqramdır. Burada da yenə Paradox verilənlər bazasına aiddir. Buradan Movie Maker çıxacam, Clipper çıxacam. Bunlar cədvəl redaktoru deyil. Excel, Quadro Pro, SuperCalc. Bəli, bunların hər biri cədvəl redaktorlarıdır ki, buradan da Paradox-dur, Informix-dir. Bunlar verilənlər bazasına aid olan proqramlardır. Daha sonra baxıram 9-cu suala. 9-cu sualda deyir ki, elektron cədvəlin çap səhifələrinin mərkəzində düzləndirilməsi üçün Page Setup pəncərəsinin hansı bölməsindən istifadə edilir? Bu Margins hissəsidir. Daxil olsaq Excel proqramına, buradan Page Layout hissəsindən Page Setup qrupunda Margins hissəsi var ki, mən buradan dərsi izah eləyəndə də demişdim ki, səhifələri düzləndirmək üçün istifadə edə bilərəm. Onun üçün düzgün cavab olacaq B variantı. Baxaq 10-cu suala. 10-cu sualda deyir ki, 3 üstü 5-i hesablamaq üçün cədvəldə nə yazmaq lazımdır? Yəni, bu üçün qüvvəti şəklində göstərməliyəm. Üçün qüvvəti şəklində göstərmək üçün də istifadə edəcəm. Baxın, bu işarədən. Bu da bir B variantında var, bir də Y variantında var. Amma B variantında bərabərdir qoymadığı üçün mən bunu götürməyəcəm. Onun üçün düzgün cavab olacaq Y variantı. 11-ci suala baxsaq, aşağıdakı ünvanlardan hansı mütləqdir? Mütləq ünvanlar üçün biz bilirik ki, dollar işarəsindən istifadə olunur. Ümumiyyətlə, ünvanlar 3 cürdür. Mütləq, nisbi və qarışıq ünvanlar. Mütləq ünvanlarda mütləq dollar işarəsindən istifadə olunurdu. Nisbi ünvanlarda heç bir dollar işarəsindən istifadə olunmur. Nisbi adi bildiyimiz ünvanlardır, xanalardır. Qarışıq ünvanlarda da sətrin və yaxud da sütunun hər hansısa birinin qarşısında dollar işarəsi olurdu. Yəni, qarışıq formada verilirdisə, bu qarışıq ünvanlardır. İndi burada mütləqi soruşur, sətrin də, sütunun da qarşısında dollar olduğu üçün mən A variantını götürəcəm. B variantı doğru yazılış deyil. 2 dənə dollar bu formada olmaz.
C variantında dollar 3'ün qarşısında da olmaz, əvvəldə olmalı idi. 2 dənə Y variantı var. Bu nisbidir, onun üçün götürməyəcəm. Bu biri Y variantı da yenə buradakı bu dolları yanlış verib, onun üçün götürməyəcəm. Düzgün cavab olacaq A variantı. 12-ci sualda deyir ki, yeni işçi vərəqi necə yaratmaq mümkündür? Yeni işçi vərəqi yaratmaq üçün Home-dan Case, Insert Sheet hissəsindən mən yeni işçi vərəq yarada bilərəm. İndi gəlin bu hissəyə baxaq. Daxil olacam Home-a. Home-da Case qrupu var. Case qrupunun Insert əmrinin də Insert Sheet hissəsi ilə mən buradan yeni vərəq yarada bilərəm. Bu formada. Yəni düzgün cavab olacaq burada D variantı. Daha sonra 13-cü sualda deyir ki, bu düymə nə üçün istifadə olunur? Bu düymə xanadakı ədədə pul formatı tətbiq etmək üçün istifadə olunur. Excel proqramına daxil olub buna baxsaq ki, nə üçün istifadə olunur? Gəlin daxil olub baxaq. Home-dan, baxın, tutaq ki, xanaya hansısa bir ədəd yazmışam. Buradan bu hissəyə gələcəm. Baxın, currency nədir? Pul vahidi. Bir də currency pul vahidi deməkdir. Yəni, buradan bunu seçməklə xananı, belə deyək, pul vahidi formasında göstərə bilərəm. Onun üçün 13-cü sualda düzgün cavab olacaq B variantı. Sonra 14-cü sual. Ədəd pul faiz tipli verilənlərlə vergüldən sonra duran rəqəmlərin sayını artırıb azaltmaq. Sayını artırıb azaltmaq deyirsə, tutaq ki, heç bilmirik, amma riyaziyyatdan da bunu C variantı götürə bilərik. Yəni vergüldən sonra duran rəqəmlərin sayını artırıb azaltmaq üçün istifadə olunur. Sonra 15-ci sualda deyir ki, mətnin xanada şaquli şəkildə yerləşməsi üçün hansı əmrdən istifadə olunur? Şaquli şəkildə yerləşdirmək üçün demişdik ki, bu home-dan alignment hissəsindən yəni istifadə olunur. Baxsaq buna home-da alignment hissəsində baxın bu əmr var. Bu əmrə deyirik orientation əmri. Bu əmrdən istifadə etməklə mətni şaquli şəkildə düzləndirə bilərik. Onun üçün düzgün cavab olacaq nə? Burada C variantı. Sonra 16-cı sualda deyir ki, ədədlərin cəmini, ədədi ortasını, sayını, maksimumunu və minimumunu tapmaq üçün alətlər panelinin hansı düymədən istifadə olunur? İstifadə olunan düymə bu düymədir. Buna avtosam düyməsi deyirik. Daxil olub yenə Exceldən baxsaq. Baxın, bu düymədir, avtosam düyməsi. Yəni, buradan istifadə etməklə cəmləməkdir, ədədi ortadır, maksimumdur, minimumdur. Yəni, bunları tapa bilərəm. Onun üçün düzgün cavab olacaq burada B variantı. 17-ci sualda deyir ki, şəkildə edilmiş əməliyyatlar hansı tablarla aparılmış əməliyyatların nəticəsindədir? Biz bilirik ki, bu nədir? Filtrləmədir. Yəni bu demək o deməkdir ki, A xanasına və B xanasına filtrləmə əməliyyatı tətbiq edilib. Filtrləməni də hardan yerinə yetiririk? Daxil olub baxsaq, bir home-da var. Sort and filter. Bunu izah eləyəndə demişdim. Bir də harda var? Datanın içərisində var yenə. Sort və filtrləmə. Baxın bu hissədə. Deməli, bir home-da var, bir də datanın içərisində var. Yəni, düzgün cavab olacaq home və data tabları vasitəsilə biz bunu ala bilərik. Yəni, filtr tətbiq ediblər. Ümumiyyətlə, bu işarə o deməkdir ki, yəni filtr tətbiq olunub və bu zaman ekranda ad hissəsində 2 nəfərin adı, maaş hissəsində də bu maaşlar görsənir. Deməli, 17-ci sualda düzgün cavab oldu bizdə C variantı. Baxsaq 18-ci suala. Deyir ki, cədvəl diaqram yerləşdirmək üçün bunu heç yəni bilməyən də, oxumayan da tapa bilər ki, diaqram işarəsi olan olacaq. 19-cu sualda elektron cədvələ deməli kolon titul yerləşdirmək üçün deyir hansı menyudan istifadə edilir. Kolon titul yerləşdirmək üçün nəsə yerləşdirmək deyirsə, daxil etmək deyirsə, bilirik ki, bu insert tabından yerinə yetirilir. Sonra 20-ci sualda deyir ki, bu düymə nə üçün istifadə edilir? Word-də də eynidir, Excel-də də eynidir. Bu nə işarəsidir? Formatlama shortcut deyirik də, yəni buna loru dildə. Bir xananın formatını başqasına köçürmək üçün istifadə olunur. Daha sonra
Baxsaq 21-ci suala. 21-ci sualda deyir ki, ədədi və həndəsi silsiləni yaratmaq üçün hansı lent tabından və qrupundan istifadə edilir? Home lent tabının editing qrupundan istifadə edilir. Daxil olub baxsaq. Home lent tabında, baxın, editing qrupunda burada fil əmri var. Fil əmri vasitəsilə mən buradan yerinə yetirə bilərəm. Yəni, həm həndəsi silsiləni, həm ədədi silsiləni buradan təyin edə bilərəm. Bunun üçün, deməli, düzgün cavab olacaq A variantı. 22-ci sualda deyir ki, elektron cədvəldə sətirlərin maksimal sayı neçədir? Sətirlərin maksimal sayı olacaq B variantı, yəni 1.485.076. Düzgün cavab olacaq B variantı. 23-cü sualda deyir ki, cədvələ deməli, Smart Art diaqramı yerləşdirmək üçün hansı alətdən istifadə edilir? Smart Art diaqramı deyəndə, baxın, Smart Art budur. Daxil olsam yenə Excel-ə. Excel-də bu yerləşir, 1-2 diaqramlar insert hissəsində yerləşir. Insert hissəsində, baxın, Smart Art. Smart Art budur. Görünüş olaraq mən onun üçün seçəcəyim nəyi? D variantı. Daha sonra 24-cü sualda deyir ki, düstur sətrində bu işarə nəyi bildirir? Bu işarə onu bildirir ki, yəni mənim hesablamam bitib, sona çatıb. Hesablamanın sona çatmağını bildirir. Onun üçün düzgün cavab olacaq burada. A variantı. 25-ci sualda aşağıdakı ünvanlardan deyir hansının yazılışı doğrudur? Baxsam ki, DC hər iki sütunu, yəni belə deyək də, DC sütunun bir yerdə verə bilməz. Burada sətir olmalı idi mütləq. Onun üçün B variantını çıxdım. 5D ola bilməz, D5 ola bilərdi. Onun üçün C variantında çıxdım. Dollar işarəsi əvvəldə olmalı idi. Yəni sətrin əvvəlində olmalı, sonrasında yox. Onun üçün D-ni də çıxacağam. E variantı dediyim kimi yanlışdır. Buna görə düzgün cavab olacaq A variantı. Sonra 26-cı sualda deyir ki, cədvələ funksiya daxil etmək üçün hansı düymədə? Yenə də bunu bilməyən, oxumayan biri də tapa bilər ki, funksiya nədir? Fx formasında mən funksiyanı daxil edib, yəni bu düymədən istifadə edə bilərəm daxil etmək üçün. Aşağıdakılardan hansı məntiqi operator deyil? Bilirik ki, məntiqi operatorlar and, or, not, sonra true, false, bunlar məntiqi operatorlardır. Amma sum nədir? Cəmləmə funksiyasıdır. Onun üçün düzgün cavab olacaq D variantı. Daha sonra 28-ci sualda Excel-də deyir xanaya 9+3 yazıb enter düyməsinə toxunduqdan sonra nə görünəcək? Aha. Mən baxıram ki, burada bərabərdir yazmayıb. Yəni bərabərdir olsaydı, bunu cəmləyərdi. Amma bərabərdir yazmadığı üçün elə 9+3-ün özü görsənəcək. Yəni yeni heç bir şey olmayacaq. Onun üçün düzgün cavab olacaq Y variantı. 29-cu sualda deyir, hansı Excel-də yaradılmış sənəddir? Aha, mən bunu tapmaq üçün baxıram genişlənmələrinə və dedik ki, Excel-də XLS və yaxud da XLS X-dir genişlənmə. Onun üçün düzgün cavab olacaq B variantı. Baxsam 30-cu suala. Deyir ki, Excel-də xanaların seriyalar şəklində doldurulması üçün hansı tabdan istifadə olunur? Bu tab Home tabıdır. Daxil olsaq Excel-ə. Burada Home hissəsində, baxın, Home-a daxil olsam, Editing qrupunda fil hissəsi var. Baxın, fil hissəsində series əmri vasitəsilə seriyalar şəklində doldura bilərəm. Bayaq dediyimiz ədədi silsilədir, həndəsi silsilədir, burada yerləşir. Row sətirdir, column süturdur, linear ədədi silsilədir, cross həndəsi silsilədir. Yəni, Home-da Editing qrupundan fil əmri vasitəsilə. Onun üçün deməli, düzgün cavab olacaq burada nə? A variantı. Daha sonra baxıram 31-ci suala. Deyir ki, aşağıdakılardan hansı cədvəl prosessorudur? Bayaq dedik SuperCalc cədvəl prosessorudur. Focus Pro-dur, Focus Base-dir, Oracle-dır, Access-dir. Bunlar verilənlər bazasına aid olan proqramlardır. 32-ci sualda deyir ki, aşağıdakı tablardan hansı ofis proqramlarından yalnız Excel-də var? Baxıram ki, Home-dur, Insert-dur, Review-dur, View-dur. Bunlar hamısında var. Yəni Word-də də var. Amma indi PowerPoint keçməmişik. Excel-də də var. Yəni hər ikisində var. Amma data sadəcə Excel-də var. Yəni Word-də də, PowerPoint-də də yoxdur. Onun üçün sırf Excel-ə məxsus olan bir tabdır. Onun üçün deyirik ki, düzgün cavab olacaq burada Y variantı.
Daha sonra baxaq 33-cü suala. Deyir ki, hesablamalar zamanı funksiyalardan istifadə etmək üçün hansı tab formulası tabıdır? Yəni funksiyalardan istifadə etmək üçün istifadə edəcəyim tab B variantı formulas tabıdır. 34-cü suala baxaq. Deyir ki, bu plus işarəsi nəyi bildirir? İndi yazıb tətbiq eləyərik. Gəlin baxaq variantlara. Deyir uyğun seçilməsi üçün. Uyğun seçilməsi üçün, yəni seçmək üçün nədən istifadə? Copy-dən istifadə edə bilərəm. Sürətini çıxarmaq yenə copy, sütun enini artırmaq və ya kiçiltmək. O zaman bu plus başqa cür olacaq. İndi onu da göstərəcəm. Baxın, enini artırmaq və ya kiçiltmək deyirsə, bir dənə baxaq. Tutaq ki, enini artıra, kiçiltmək istəyirəm. O zaman plus bu formada olur. Yəni belə artıra və yaxud bu formada kiçildə bilərəm. Daha sonra baxsam D variantına. Y variantına deyir məzmunu silmək üçün. Məzmunu silmək üçün istifadə eləməyəcəm. Düzgün cavab olacaq D variantı. Uyğun məzmununu başqa uyğu köçürmək üçün. Məsəl üçün bunu tətbiq eləsək, deyirəm ki, bura yazsam, tutaq ki 1 yazacağam və bu formada aşağıya doğru çəksəm, baxın hamısı 1-1 olaraq doldurdu. Və yaxud da bura desəm ki 1, daha sonra 2, nə bilim 3 və s. bu formada yazsam, indi buna da yenə həmin prosesi tətbiq eləsəm, artıq bu mənim üçün bu formada, yəni sonuncudan başlayaraq doldurdu. Yəni sonuncu 3-dən başlayaraq doldurdu. Yəni deməli, düzgün cavab olacaq burada nə? D variantı uyğun məzmununu başqa uyğuna köçürmək üçün istifadə olunur. Baxsaq daha sonra 35-ci suala. Deyir ki, Excel-də hansı ifadə mətn tiplidir? Mətn tipli ifadə dırnaq işarəsi içərisində yazılır. Yəni ümumiyyətlə mən rəqəmlə göstərmək istəyirəmsə, mən bunu dırnaq içərisində yazmalıyam ki, o bilinsin ki, mətn tiplidir. Onun üçün düzgün cavab olacaq Y variantı. 36-cı sualda deyir ki, aşağıdakılardan hansı cədvəl prosessorudur? Yenə cədvəl prosesorlarından Focus Pro, Focus Base, Oracle, Access verilənlər bazasıdır. Lotus cədvəl prosessorudur. 37-ci sual. Hansı cədvəl prosessorudur? Quattro Pro. Bunların içərisində cədvəl prosessorudur. Focus Pro-dur, Focus Base-dir, Oracle-dır verilənlər bazasıdır ki, Java-da proqramlaşdırma dilidir. Düzgün cavab olacaq D variantı. 38-ci sualda deyir ki, Excel-də qrup blokunun ünvanı necə təyin edilir? Excel-də qrup blokunun ünvanı dedikdə, birinci və sonuncu uyğun ünvanı ilə bunu təyin edə bilərəm. Onun üçün düzgün cavab olacaq C variantı. 39-cu sual. Fiqurun sonunu rəngləmək üçün hansı əlavə tab vərəqdədir? Fiqurun fonunu rəngləmək üçün indi bunu da göstərərik. Düzgün cavab shape formatdır. Shape nədir? Fiqurdur. Yəni fiqura format vermək üçün, yəni fonunu rəngləmək üçün istifadə edirəm. Düzgün cavab B variantıdır. Gəlin bir tətbiqinə baxaq. Tutaq ki, bir fiqur daxil etmək istəsəm, yəni insertdən daxil edirik. Bunu Word-də də göstərmişdik. Shape hissəsindən bir fiqur daxil etsəm bura. Baxın, fiqur daxil etdiyim zaman bu hissədə bunlar açıldı mənim üçün. Yəni bunun fonunu rəngləyə bilərəm buradan. Bu formada daxil olsam, baxın, avtomatik bu formada fiqurun fonunu rəngləyə bilərəm. Yəni, deməli, düzgün cavab olacaq nə? Shape format əmri. B variantı. 40-cı sualda deyir ki, susmaya görə neçə işçi vərəq olur? Susmaya görə, yəni ilk daxil olduğum zaman bir dənə işçi vərəq olur. Düzgün cavab olacaq A variantı. Yəni sonradan əlavə edə bilərik işçi vərəqlər. 41-ci sual. Deməli, Excel-də cədvəl nəyin köməkliyi ilə bir neçə nüsxədə çap etmək olar? Təbii ki, çap etmək harda yerləşirdi? Fayl hissəsində, fayl tabında. Daxil olub baxsaq. Daxil olacam fayl tabına. Baxın, burada print əmri vasitəsilə, yəni çap etməyə hamısına printdədir. Onun üçün düzgün cavab olacaq 42-ci sualda, 41-ci sualda Y variantı. Aha, 42-ci suala baxsaq. Deməli, 42-ci sualda deyir ki, Excel-də mübadilə buferi hansı tabın köməkliyi ilə açılır?
Mübadilə buferi harda yerləşir? Ümumiyyətlə bilirik ki, Word-də də, Excel-də də mübadilə buferi yerləşir Home-da. Yəni düzgün cavab olacaq 42-ci sualda A variantı. Baxsaq 43-cü suala. Deyir ki, sütunun enini dəqiq seçmək üçün hansı tabdan istifadə olunur? Sütunun enini dəqiq seçmək üçün biz istifadə edirik Home tabından. Daxil olub Excel-də yenə baxsaq. Buradan CES qrupundan, CES nə idi? Xanalar qrupu. Ə, Bu hissədən rov hündürlüyüdür. Bu sütunun enidir. Yəni bu formada seçə bilərəm. Onun üçün 40 neçənci sualdır? 43-cü sualda düzgün cavab olacaq A variantı. Baxsaq 44-cü suala. Deyir ki, Excel-də cədvəlin hər hansı bir sətrinə süzgəc tətbiq etmək hansı tabdadır? Bayaq da dedik ki, ya Home tabıdır, ya da ki Data tabından istifadə eləyərəm. Onun üçün Home olmadığı üçün mən Datanı götürəcəm. Yəni düzgün cavab olacaq burada C variantı. 45-ci sualda deyir ki, sətrin enini yenə sətrin eni rows bayaq baxdığımız hissə home tabında yerləşirdi. Düzgün cavab olacaq A variantı. 46-cı sual. Excel-də ixtiyari sütunun sərlövhəsinə sıçanın düyməsini basdıqda nə baş verir? Bax, belə deyək də, bunu yenə tətbiq eləyərik. Bu zaman bütün sütun seçilir. Daxil olub baxsaq Excel-də. Bu formada ixtiyari bir sütun idi də bizdə sual. Aha, sütunun sərlövhəsinə sıçan düyməsini basdıqda, baxın bu hissədə bassam, yəni bütün sütun seçiləcək. Sətr üçün də, yəni sətrə də bassam, bu formada bütün sətr seçilmiş olacaq. Onun üçün deməli 46-da düzgün cavab olacaq B variantı. 47-ci sualda da deyir ki, sətr dediyinə görə bütün sətr seçilir. Düzgün cavab olacaq burada da B variantı. Daha sonra baxsaq 48-ci suala. Deyir ki, səhifənin miqyasının 300% olması çapa necə təsir edir? Ümumiyyətlə demişik ki, Word-də də, Excel-də də, PowerPoint-də də miqyas çapa təsir etmir. Onun üçün düzgün cavab A variantıda heç bir təsir etmir. 49-cu sualda cəmi hesablamaq üçün hansı funksiya? Cəm 1, 2 sum funksiyasıdır, cəmləmə funksiyası. 50-ci sual. Hasili hesablamaq üçün hansı funksiyadan istifadə edilir? Hasil funksiyası nədir? Produkt funksiyasıdır. Onun üçün düzgün cavab olacaq A variantı. 51-ci sual. Sütunları deyir sayan funksiya hansıdır? Sütunları sayan funksiya saymaq ingilis dilində count deməkdir. Bu üçün düzgün cavab B variantıdır. Və count-un növləri vardı. Count A, count if, bir də tək count. Əgər bu count təkdirsə, bu halda belə deyək, rəqəm olan xanaları sayacaq. Count A varsa, bütün xanaları sayacaq. Yəni nə qədər xana doludursa, həmin dolu olan xanaları sayacaq. Count if isə verilmiş şərtə əsasən saymış olacaq. 52-ci sualda deyir ki, sütunların sayını soruşur. Sütun 214 sayda sütun var idi. Yəni 16384 və 220 sayda da biz demişdik ki, sətr var. Onun üçün 52-də düzgün cavab olacaq B variantı. 53-cü sual. Elektron cədvəldə diapazon nədir deyir. Elektron cədvəldə diapazon, baxın C variantı, cədvəldə düzbucaqlı formasında sahə təşkil edən xanalardır. Yəni bir diapazon, bir xana düzbucaqlı formasında olur da. Onun üçün düzgün cavab olacaq C variantı. 54-cü sual. 54-cü sualda deyir ki, Microsoft Excel-də bir dolu oyuq seçilib klaviaturadan məlumat daxil edilərsə, həmin oyuqdakı ilkin məlumat necə olur? İlkin məlumat yerində qalmır. Yəni ilkin məlumat silinir, yerinə həmin başqa bir məlumat yazılır. Məsəl üçün, yenə tətbiq eləsək bunu. Tutaq ki, yazmışam ki, 34 misal üçün. Gəlib bura yazsam, misal üçün seçdim, 45 yazsam, baxın, həmin o yazdığım silindi, yerinə bu yeni yazdığım gəldi. Yəni seçib deyirsə, o silinəcək, yerinə yeni məlumat yazılacaq. Cavab olacaq C variantı. 55-ci sualda deyir ki, cədvəlin bir hissəsini çapa vermək üçün nə etmək lazımdır? Lazım olan hissəni seçərək Payqlayol tabının PX Setup pəncərəsində Print Aria komandasını icra etmək.
Aha, bəli, elə düzgün cavab A variantıdır. Gəlin baxaq Excel-də. Lazım olan hissəni seçib, Page Layout-a daxil olsam, Page Setup hissəsində, baxın, aktivləşdir seçən kimi Print Area müəyyən bir sahədir. Yəni demişdim ki, müəyyən bir sahəni çapa vermək üçün Print Area hissəsindən istifadə olunur. Bunun üçün deməli 55-də elə düzgün cavab olacaq A variantı. Daha sonra 56-cı sualda deyir ki, e, elektron cədvəldə deyir sətirlər necə nömrələnir? Sətirlər bilirik ki, rəqəmlərlə nömrələnir. Yəni 1, 2, 3, 4, 5, 6, 7 və s. Düzgün cavab B variantıdır. 57-ci sual. Yeni işçi vərəq əlavə etmək üçün aşağıdakılardan hansını icra etmək lazımdır? Demişdik ki, Shift F11 düymə kombinasiyalarından istifadə etmək lazımdır. Dərsi keçəndə də demişdim. Hal-hazırda da göstərsəm, klaviaturadan Shift F11 düymə kombinasiyalarını vursam, baxın yeni bir vərəq əlavə olunmuş oldu. Yəni düzgün cavab olacaq A variantı. 58-ci sualda deyir ki, deməli nisbi ünvanı mütləq ünvana keçirmək üçün hansı işarədən istifadə olunur? Bilirik ki, mütləq ünvan nədir? Dollar işarəsidir. Düzgün cavab C variantıdır. 59-cu sual. Excel-də deyir oyuqlara hansı formatlaşdırma əməliyyatlarını tətbiq etmək mümkündür. Deməli, nə edə bilərəm? Kənarlarını rəngləmək, onlar yəni mümkündür. Daxilini rəngləyə bilərəm. Mətni düzləndirə bilərəm. Verilənlərin tipi eynidir, hündürlüyüdür. Yəni mən əslində xana daxilində bunların hamısını yerinə yetirə bilərəm. Onun üçün düzgün cavab olacaq nə? Y variantı. 60-cı sual. Deyir, Excel sistemində bir xana necə seçilir? Excel-də əgər hər hansısa bir xananı seçmək istəyirəmsə, mausun sol düyməsini çıqqıldatmaqla həmin xananı seçə bilərəm. Daxil olub baxsaq, tutaq ki, bu xananı seçmək istəyirəm. Vurdum mausun sol düyməsini. Baxın, həmin xana seçildi. Yəni düzgün cavab olacaq xana daxilində mausun sol düyməsini sıxmaqla. Düzgün cavab olacaq Y variantı. 60-a qədər sualların izahın bugününü yekunlaşdırıram. Növbəti videolarımda da digər sualları çəkib izah eləyəcəm.